Deməli uşaqlar, hidroksonium ionundakı donor akseptor rabitədə yenə oksigen elektronlarını paylaşdırılır. Bir cütü, iki cütü, bir təki, digər təki. Burada bir balaca da genişləndirib donor akseptordan kənara çıxın. Uşaqlar, molekulların bucaq quruluşu deyil bir şey var da. Məsələn, su molekulu xətti quruluşu deyil. Çünki o da testlərdə düşür. Onu izah amma burada ucunu qoyuyorum. Su molekulu xətti quruluşu deyil. Bilirsiniz nə görə? Su nə zaman xətti quruluşu ola bilərdi? Əgər oksigenin elektron cütülərini biz belə yaza bilsəydik. Baxın, iki cütü var, iki təki. Təkləri belə yazsaydıq, onda oksigen hidrogenlə yanlardan bu şəkildə rabitə yaradardı və su molekulu quruluşuna görə xətti quruluşa malik olardı. Bu mümkündürmü? Siz fikirləriniz deyil. Bu mümkündürmü belə bir şey? Belə bir şey mümkün deyil. Bilirsiniz niyə? Axı biz orbitallara elektronları düzəndə bir cüt, bir tək, bir cüt, bir tək elə düzmürük ki, mən onu da ora elə düzürüm. Necə düzürük? Cütlər gəlir, sonra təklər. Demək, oksigenin ətrafında elektronları düzəndə cüt tək düzənməli, cütlər, burada isə təklər. Təklər bu şəkildə yerləşir deyə, bu məcburla rabitəsini bu şəkildə yaradır deyə. Su molekulu bucaq quruluşu olur. İndi biz burada hibridləşməni keçəndə başqa səbəblər öyrənəcəyik həmçinin bucaq quruluşunda. Deyəcəyik ki, SP3 hibridləşmə də 109, biraz bucağı dəyişir, 104.5 dərəcə bucaq olur. Bunları hibridləşmədə öyrənəcəyik, amma sadəcə nəzərinizə çatdırmaq istəyirəm ki, su molekulu xətti quruluşu heç vaxt ola bilməzdi. Başa düşdünüz niyə? Biz bu cüt orbitalları belə paylaşdırıb bilməliyik ki, cüt tək düzə bilir. Ancaq necə düzməliyik? Cütlər, sonra iki təklər. Anladınız burasını? Neyse, gəlir donor akseptor. Deməli, donor akseptor rabitə yaranmamışdan öncə su molekulu yaranarkən oksigen bu tək elektronlarından, hidrogen elektronlarından boşalaşır. Oksigen elektromənfiliyi çoxdur deyə hidrogen elektronlarını alır. Yəni, ulduzla işarəliyirəm fərqlənsin deyə hidrogen elektronları alır və su molekulunda oksigen 2 valentli olur. Həmçinin 2 elektron olaraq mənfi oksidləşmə dərəcəsinə malikdir. Hidrogenlər də müsbət 1 və 1 valentlidirlər. Bundan sonra indi biz sanki belə bir reaksiya kimi belə bir sxem işləyəcəyik. Deməli, haradasa bayaqçı kimi təsvir elədiyimiz kimi öz elektronunun elektromənfiliyi yüksək olan bir elementə vermiş hidrogen boş orbitalı yaxınlaşır su molekuluna. Yaxınlaşdıqda oksigenin elektron cütündən deməli, hidrogenin boş orbitalının arasında rabitə yaranır. Burada bu cüt elektron iştirak etmir, cüt elektronlardan biri iştirak edir bu prosesdə. Rabitə yaranır və bu rabitə bayaq artıq dərinliklə təsvir etdik, donor akseptor rabitədir. Oksigen burada donordur, rabitənin yaranması üçün oksigen öz cüt elektronlarını ortaya qoyub, hidrogen boş orbitalından istifadə edib. Yəni su burada suda bayaqlar bu ikisi mübadilə mexanizminə yaranırdı. Amma indi birdən də donor akseptor rabitə yaranır və biz burada molekulu belə təsvir edirik. Bir düz xətlə, çünki iki adi rabitə düz xətlə göstərilir. Biri isə donor akseptor rabitə donordan akseptora doğru, yəni oksigendən hidrogene doğru oxla göstərilir. İndi bizə iki tür sual verə bilər. Su molekulunda oksigen atomunun neçə elektron iştirak edir rabitələrin yaranmasında? Su molekulunda deyirəm, ha. Neçəsi iştirak edib suda? 1, 2, ikisi. Hidrogenin də ikisi iştirak edib və ümumilikdə su molekulunun yaranmasında, yəni hələ bu donor akseptoru yaranmamışdan öncə, rabitələrin yaranmasında 4 tane elektron iştirak edib. İkisi oksigen, ikisi hidrogen. Və soruşan olanda ki, hidroksonium ionunda, baxın, bir dənə test var idi uşaqlar, orada uşaqlar çalışırdı, nədən? Deyir ki, su molekulu donor akseptor rabitə belə gətirə bilər. Bu suala nə cavab verərdiniz? Mən deyirdim, bəli, bilər. Amma bir dəfə deyir ki, su molekulunda donor akseptor rabitə var. Başa düşün, bax, buna diqqət edin. Su molekulunda donor akseptor rabitə yoxdur, amma su molekulu donor akseptor rabitə belə gətirə bilər. Bax, buna diqqət olun. İndi, hidroksonium ionunda rabitələrin yaranmasında neçə elektron iştirak edir? Uşaqlar, oksigen tərəfindən, yəni donor tərəfindən 4 tane elektron, ikisi adi rabitələrin yaranmasında, bir cütü isə donor akseptor rabitələrin yaranmasında. Amma hidrogen tərəfindən 2 elektron iştirak edir. Donor hidrogen tərəfindən elektron iştirak etmir, 0 hidrogen. Ümumiyyətlə, donor hidroksonium ionunda rabitələrin yaranmasında
Cəmi 6 dənə elektron iştirak edir. Gördüyümüz 6. Aydın oldu. Və hidroksonium da amonium kimi müsbət yüklü iyondur, neytral molekul deyil. Ona göre ki burada 2 müsbət yüklü hidrojen var idi zaten, biri de buradan geldi. 3 müsbət, mənfi 2 oksigen oldu. Çünkü oksigenin de, indi burada gəlin oksigenin valentliyi və oksidləşmə dərəcəsi haqqında danışaq. Uşaqlar, bayaqki kimi oksigen 2 dənə reaktör yaratılmışdı, 2 valentli idi. Oksidləşmə dərəcəsi mənfi 2 idi. İndi oksigen 2 rabitə burada yarattı, bir rabitə də donor akseptoru yarattı. Deməli, valentliyi oldu neçə? 3. Ama önce 2 elektron hidrojenden almıştı. Bu rabitədən elektron alışverişi olmadı deyə oksidləşmə dərəcəsi dəyişmədi. Deməli, hidroksonium iyonunda oksigenin valentliyi 3'dür, oksidləşmə dərəcəsi mənfi 2'dir. Çünkü önce aldığı 2 elektron üzerinde kaldı. Buradan elektron almadı. Həmçinin vermədi də. Ona göre oksidləşmə dərəcə mənfi 2 oldu. Niye alıp vermədi? Bayağı izah etdim mahiyyəti. Bu rabitədə elektronlar oksigendəydi. Oksigen elektron mənfili yüksəkdir deyə hidrojen elektron verməz. Hidrojen ise buraya elektronsuz yaxınlaşmışdı. Verə biləcək elektronu yox idi. Ona göre de burada elektron alışverişi baş vermədi. Və bu şəkildə oksidləşmə dərəcə var idi. Və hidroksonium iyonuna dair bu şəkildə suallara sürətlə cavab verək. Donor hansıdır, akseptor hansıdır? Oksigen donor, hidrojen akseptor. Donor atomunun rabitələrin yaranmasında neçə elektron iştirak edir? Donor atomunun 4. İkisi aidi, bir cüzü də donor akseptor rabitələri 4 dənə. Akseptor atomunun neçə elektron iştirak edir? Akseptor atomu 0. Bəs hidrojen atomunun neçə elektron iştirak edir? 2. Ümumilikdə hidroksonium iyonunda rabitələrin yaranmasında neçə elektron iştirak edir? 6 dənə elektron iştirak edir. Bu cür iştirak edir. Və bu 2 dənəsi iştirak edir. Və hidroksonium iyonunda donoru hissəciyin valentliyi neçədir? 3, oksidləşmə dərəcəsi mənfi 2. Bütün bizim keçdiyimiz halların hamısında donor akseptor rabitədə valentliyi 1 vayda artır, oksidləşmə dərəcəsi dəyişmir.